Salam, bu videoda mən yaşıl noxudlu, bol vitaminli və çox ləzzətli şorba reseptini sizinlə paylaşacağam. Keçək hazırlanma qaydasına. Əvvəlcə 200 qram toyuq filesini xırda doğrayıb qazanda təxminən 10 dəqiqə qaynadıram. Sonra bu suyu tökürəm, üzərinə yenidən təmiz su əlavə edib toyuğu tam bişənə qədər qaynadıram. Bu arada bir baş soğanı, 1 ədəd kartofu, 1 ədəd yer kökünü və 2 diş sarımsağı xırda-xırda doğrayıram. Qazana 80 qram kərə yağı əlavə edib əvvəlcə soğanı azca qovururam. Ardınca sarımsağı tökürəm. Yer kökünü, daha sonra isə kartofu əlavə edirəm. Bişmiş toyuq filesini və 1 yemək qaşığı tomat pastasını əlavə edib qarışdırıram. Üzərinə 2 stəkan toyuq filesinin bulyonunu və yarım litr su töküb qazanın qapağını biraz aralı qoyaraq qaynamağa buraxıram. Şorba qaynadıqdan sonra nazik spagetti makaronunu əlavə edirəm və qapağı yenə aralı şəkildə örtürəm. Son olaraq yaşıl noxudu, 3 yarpaq dəfnə yarpağını, 1 yemək qaşığı duz və 1/4 çay qaşığı qırmızı biber əlavə edib bir neçə dəqiqə də bişirirəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın.